إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم. Sual verilir ki yeni il keçirmek olar mı? Hayır, yeni il keçirmek yani haramdır. Yeni il keçirmek haramdır. Çünkü bu en azı Hristiyanlara, kafirlərə oxşamaq sayılır. İnsanın niyyəti olmasa belə. Mən təşəbbəhə bi qavmin fəhuvə minhum. Kim bir qövmə oxşayarsa onlardandır. Ona görə bundan öncəki hədislərdə də biz götürdük ki, faydalarını çıxarılan zaman yəni insanın oxşaması üçün niyyəti şərt deyil. Hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gün doğan vaxtı və gün batan vaxtı namaz qılmağı qadağan etmişdir. Və o vaxtı şeytanın buynuzları arasına çıxır və buynuzları arasına batır. Və o vaxtı ona görə ki, ona ibadət edənlərin, o vaxtı ona ibadət edirlər. Və o vaxtı da insanlar, Peyğəmbər sallallahu aleyhi və səlləm, kafirlər ona ibadət edirlər. Həmən vaxt. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də qadağan edib ki, onlara oxşamasınlar deyə. Yəni, sözü ki, müsəlman Rəbbinə namaz qılır, amma o vaxtı düşdüyü zaman bir növ onlara oxşamış olur. Yəni, bu da onu bildirir ki, niyyəti olmasa belə insan artıq oxşayanlardan sayılır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hər bir halda oxşamaqdan çəkindirmişdir. Mən təşəbbəhə bi qavmin fəhuvə minhum. Kim bir qövmə oxşayarsa onlardandır. Yəni, necə ola bilər ki, Allah Teala təkdir deyən, qul huvallahu əhəd, Allahu saməd, ləm yəlid və ləm yuləd, Allah Teala doğmayıb, doğulmayıb deyən bir müsəlman, Allah İsa Allahın oğludur deyənlərin bayramını keçirsin. Yəni, bu çox təhlükəli bir haldır. Hətta İbn-i Qayyim rahimehullah buyurur ki, yəni insanın bütün günahları cəm formada etməsi onların bu bayramını təbrik etməsindən yüngüldür. Yəni təbrik etmək onların bayramını bu qədər günahların toplumundan daha ağır sayılır.